Bismillah. Değerli dostlar, başlayaq hidrogen halogenitlər. Hidrogen halogenit deyəndə nə başa düşür? Yəni, halogenlərin hidrogenlə əmələ gətirdiyi birləşmələr. Qısası H-flor, H-klor, H-brom, H-yod. Bunlar. Dostlar, belə bir şeydir. Soldan sağa doğru getdikcə davamlılıq, oksidləşdirici, polyarlıq azalır. Turşuluq və reduksiya ediciliyi artır. Niyə uşaqlar? Davamlılıq azalır. Baxın, hidrogenlə flor arasında elektromənfilik fərqi həddən ziyadə böyükdür. Nəticədə hidrogen, flor bir-birindən qopmaq istəmir. Ona görə də bunlar daha davamlı molekullardır. Hidrogeni daha çətin verir deyə turşuluq qabiliyyəti nisbətən zəifdir. Amma H-yodda isə hidrogenlə yod arasında elektromənfilik fərqi nisbətən azaldığına görə hidrogen yoddan daha tez qopa bilir və nəticədə turşuluq qabiliyyəti daha güclüdür. Yəni H-yod H-flordan daha qüvvətli nəymiş dostlar? Turşu imiş. Turşuluq xassəsini söhbət edir. Davam edir. Dostlar, bunların alınması məsələsi. Birincisi, sənayedə alınma məsələləri. Bizim florit mineral dediyimiz bu mineral var idi ya. Onun üstünə gələcək biz qatı sulfat turşusuna və nə baş verəcək? Buradan alınacaq. Baxın, kalsiumdan hidrogenin yerini dəyişək. Yəni, kalsium SO4 üstünə gələm H-flor. Belə bir maddəmiz alındı. Və yaxud da xloru daha rahat ala bilirik. Hidrogenlə xloru qarışdırıq, oldu H-xlor. Bu qədər bəsit məsələmiz. Və yaxud da bromun, deməli, H-bromu almaq üçün, yəni metodumuz plüm, daha doğrusu fosforla bromun birləşməsidir ki, biz bunun üstünə gələcəyik H2O. Su bölümündə biz bunu keçmişik onsuz da. Buradan nə alınacaq? Dostlar, deməli, alınacaq bir H3PO4, bir də alınacaq nə uşaqlar? H-brom. Və yaxud da yodla da eyni tipli reaksiyadır. Yenə də baxın, H3PO4 üstünə gələm H-yod. Bu mövzular yəqin ki, yadınıza düşür, çünki su mövzusunda da bunları sizə demişdik. Gəlir bunların laboratoriyada alınma məsələləri. Biraz qəribə olsa da, deməli, floriddən, daha doğrusu kalsium floriddən H-florin alınmasına bənzədir sanki bu. Bunun da üstünə qatı sulfat turşusu gələcək. Və buradan nə alınacaq? Əgər temperaturu biz 110 dərəcədən aşağı götürmüşüksə, yəni 20-110 dərəcə Selsi arasındadırsa, bu zaman burada alınacaq turş, duz və H-xlor. Yəni, baxın, natrium HSO4 və H-xlor. Yox, temperaturu 110 dərəcə Selsidən yuxarı götürmüşüksə, bu zaman alınacaq normal duz, yəni natrium 2SO4 və H-xlor. Dostlar, H-brom və H-yodu bu üsuldan almaq olmayacaq. Niyə? Çünki bunların reaksiyasına baxın, bu şəkildə reaksiya alınır. Buradan alınacaq natrium sulfat, natrium 2SO4. Sonra alınacaq su və sonra alınacaq SO2 bir də bromun özü. Baxın, bromun özü alındı. Dostlar, burada ayrılan qaz SO2 qazıdır. Testlərdə də qabağımıza çıxacaq. Natrium bromiddir. Deyək ki, məsələn, yazır X, deyək ki, natrium X yazır. Üstünə gəlirəm sulfat turşusu və buradan SO2 qazı alınıbdır. Deyir ki, o X hansı halogen ola bilər? Həmin halogen brom ola bilər. Yodla reaksiyadasa vəziyyət bu şəkildədir. Deməli, yenə də alınacaq natrium sulfat. Baxın, natrium sulfatı yazdıq. Sonra yenə də suyunu yazdıq. Bu dəfə dostlar, H2S və yod alınacaq. Deməli, halogenlərin özləri alındı və ayrılan qaz H2S qazı oldu. Belə. Bu reaksiyaları uşaqlar lütfən əzbərləyin. Keçək növbəti məsələmizə. Dostlar, bunların fiziki özəlliklərinə gəlincə. Deməli, bunların bu gördüyünüz maddələr rəngsiz, kəskin ili, zəhərli və suda yaxşı həll olan qazlardır. Baxın, qazlardır ya, hələ ki bu qazlar. Amma onları elə ki suda həll elədik, uyğun turşular alınacaq. Yəni, əslində buradan alınan qaz, baxın, H-flor qazdır. Bu hələ ki turşu deyil. Hə, mən bunu suda həll eləyəcəmsə, alınacaq florit turşusu. Artıq qaz halında olma sıradan çıxacaq. Florit turşusu alınacaq. Və yaxud da H-xlor qazdır. Biz o qazı suda həll edirik, alınır xlorit turşusu. Eynən, yəni digər maddələrdir. Sonra dahası, deməli, bir neçə reaksiya var ki, uşaqlar, bax bunu normalda şagirdlər səhv salırlar. Niyə? Baxın, məsələn üçün yazılır. Ferium üstünə gəlirəm H-xlor. Burada bir dənə qaz işarəsi qoyur.
Şagird gözünə döndüyümdə dərhal deyir ki, Rövşən müəllim demişdi ki, dəmirlə hidrogen halogen reaksiya daxil olanda ikivalentli dəmir duzu alınırdı. Yazır ferium xlor 2 üstünə gəlirəm H2. Düzdürmü? Xeyr. Dostlar, baxın, H-xlor qazı H-xlor turşusundan fərqli olaraq metallarla reaksiya daxil olmurdu. Oldu mu dostlar? Yəni, bu şəkildə xəta etməyəcək. Və bunların ümumiyyətlə kimyəvi özəlliklərinə davam edək baxmağa, ümumiyyətlə xassələrə baxmağa davam edək. Dostlar, H-xlor turşusu çox qüvvətli turşudur və buna görə də özündən hidrogen kationu ayıra bilir və lakmusu qızardır. Ümumiyyətlə, turşuların böyük əksəriyyəti. Söhbət burada hidrogen halogenlərdə əlxüsusda H-xlordan gedir. Biz əsasən danışacağıq H-xlordan. Digər turşuları artıq qoyduq qırağa. H-flor, H-brom, H-iod. Bunları qoyuruq qırağa. Əsasən H-xlordan danışacağıq. H-xlor özü qüvvətli turşudur və hidrogen kationu ayıraraq lakmus kağızını qızardır. Sonra dahası passiv metallarla reaksiya daxil olmayacaq. Passiv metallar bildiyiniz kimi kuprum, hidrogen, argent, platin və aurum idi. Cuh, açpıt, au, yəni bu metallar idi. Bunların reaksiya girməyəcək. Bunlar istisna. Yerdə qalan bütün metallarla reaksiya daxil olacaq. Məsələn, natriumun reaksiya daxil olur, natrium xlorid və H2 əmələ gətirir. Uşaqlar, bir daha deyirəm. Məsələn, kuprum üstə gəlirəm H-xlor. Bu reaksiyadan heç nə alınmayacaq. Amma uşaqlar, bir də burada H-yə çıxın, belə bir şey deyim. Kuprum üstə gəlirəm xlor 2. Bu reaksiya gedir ha. Baxın, halogenin özü ilə mis reaksiya girir. Amma H-xlorla reaksiya girmir. Yəni, H-xlor turşusu ilə reaksiya girmir. Yoxsa xlorun özündən bal kimi də reaksiya gedir. Sonra bir də burada bir məqam da var. Dəmir və xrom H-xlor turşusu ilə, hidrogen xlor, daha sonra xlor turşusu ilə ikivalentli doz əmələ gətirəcək. Yəni, baxın, ferium xlor 2 üstünə gəlirəm H2 və yaxud da xrom xlor 2 üstünə gəlirəm H2. Amma uşaqlar, bir dənə yadımıza salaq, dəmir və xrom xlorla 3 valentli birləşmə verirdi. Xlorun özü ilə deyir. Amma məsələn, baxın, xrom üstə gəlirəm xlor 2 alınırdı buradan xrom xlor 3 və yaxud da dəmir üstə gəlirəm xlor 2 alınır. Ferium, xlor 3, fikir verin, H-xlor olanda 2 valentli bir duz alındı, xlor olandasa 3 valentli duz alındı. Həmçinin bu dəmirə də şamil olunur. Dahası, bütün qeyri-üzvü turşular kimi bunlar da bütün metal oksidlərlə reaksiya daxil olub duzla su əmələ gətirəcəklər. Baxın, bütün metal oksidləri deyirəm. Yəni, burada əsas oksidlər də ola bilər, amfoter oksidlər də ola bilər, hətta qarışıq oksidlər belə ola bilər. Gəlin, uşaqlar, bu reaksiyaları tamamlayaq. Kupriumdan hidrogenin yerini dəyişək sadəcə. Alınacaq kuprium xlor 2, üstünə gəlirəm H2O. Uşaqlar, bir daha deyirəm, bax, misin özü reaksiyaya girmədi H-xlorla, amma oksidi reaksiyaya girir, oksidində bir problem yoxdur. Və yaxud da berilyumun oksidində berilyumdan hidrogenin yerini dəyişək. Alınacaq berilyum xlor 2 və alınacaq H2O. Bu qədər bəsitdir məsələmiz. Dahası, deməli, dostlar, bunlar turşu oksidlərinə reaksiya girməyəcək. Çünki özləri onsuz da turşu oksidləri turşudur. Siz də bilirsinizsə, turşu ilə reaksiya girmirdi. Yəni, turşu oksidinə reaksiya girmirdi. Bu, əksər hallarda belədir. Baxın, fikir verirsə, əksər hallarda deyirəm. Çünki istisnalar var. Dahası, deməli, H-xlor turşusu özünə görə adlı sanlı qüvvətli turşudur və turşuları bir-birini sıxışdırıb çıxarma sırasında sadəcə bir dənə H2SO4-dən geri qalır. HNO3 və H2PO4 isə eyni səviyyədədir. Normalda, bax bu gördüyünüz, yəni həm özündən güclü və özündən eyni səviyyədə olan turşular istisna, qalan bütün turşuları duzlarından sıxışdırıb çıxarır. Yəni, nə demək istəyirəm? Bu karbonat turşusunun qalığıdır. Karbonat elə sevinir ki, ay Allah, şükür Allaha ki, mən duz oldum. Ümumiyyətlə, turşu qalıqlarının ən böyük arzusu duz olmaqdır. H-xlor gəlir, H-xlor karbonatdan qüvvətlidir. Baxın, burada xlorla karbonatın yerini dəyişək. Onda olur natrium xlor, üstə gəlirəm H2SO3. Təbii ki, bu da qala bilmir, parçalanır H2O-ya və CO2 qazına. Belə. Gördüyünüz kimi H-xlor karbonat turşusunu duzla sıxışdırıb çıxartdı. Uşaqlar, baxın, bəs argentum HNO3 ilə və H3PO4 ilə bunların duzları ilə H-xlor heç mi reaksiya daxil olunur? Olur. O halda ki, deməli, sonda bir çöküntü alınacaqsa reaksiya gedir. Yəni, məsələn, bu reaksiya bir dənə diqqət edin. Burada və bu artıq sıxışdırıb çıxarma söhbəti deyil, ha.
Yəni burada nə alınır? Baxın bunların yerini dəyişək. Hidrogendən argentumun yerini dəyişək. Onda nə olacaq? Olacaq argentum xlorid ki bu çöküntüdür. Üstünə gəlirəm HNO3 və yaxud da eyni şey plumbum NO3-ə də şamil olunur. Yəni burada alınacaq plumbum xlorid çöküntüsü və alınacaq HNO3. İndi uşaqlar buna diqqət edək. Məsələm üçün deyirəm. Belə bir şey olsaydı, deyək ki, olsun nə? Məsələn, kalium NO3. Üstünə gəlirəm H xlor. Görək bu reaksiya gedəcəkmi? Dəyərli dostlar, bu reaksiyada məsələn geçsəydi, kalium xlor üstünə gəlirəm HNO3 alınardı ki, burada çöküntü yoxdur. Ona görə bu reaksiya getmir deyəcək. Oldu mu dəyərli dostlar? Deməli, çöküntü alınarsa reaksiya gedər, alınmasa reaksiyamız getməz deyəcək. Bu şəkildə. Yəni, sıxışdırıb çıxarma hesab olunmayacaq da bu daha doğrusu. Bu sıxışdırıb çıxarma falan hesab olunmayacaq. Bu reaksiya gördüyünüz reaksiya sıxışdırıb çıxarma hesab olunmayacaq. Dahası, dostlar, duzların içərisində əgər OH varsa, o turşu ilə reaksiya daxil olur. Duzun içində H varsa, o əsasla reaksiya daxil olur. İndi bizim bu misalımızda da əsası duzlar içərisində OH var idi deyə turşu ilə reaksiya daxil olacaq. Baxın, əsasın içərisindəki H ilə turşunun içindəki, daha doğrusu OH ilə turşunun içindəki H reaksiya girib HOH əmələ gətirir. Yerdə nə qaldı? Birinci maddəmizdən, baxın nə qalıb? Kalsium və xlor qalıb. İkinci maddəmizdən də xlor qalıb. Bunları da bir-birinə birləşdirsək, kalsium, xlor 2 alınar. Dahası dostlar, keçək növbəti məsələmizə. Əziz dostlar, deməli, baxın biz bayaqlar bir cümlə işlətdik. Dedik ki, bunlar turşu oksidləri ilə reaksiya daxil olmur. Amma burada bir istisnamız var. Deməli, H-flor silisium və silisium O2 ilə reaksiya daxil olur. Yəni, bu reaksiyadan alınacaq silisium flor 4 və nə alınacaq? Bir də alınacaq H2 ki, dəyərli dostlar, əslində, belə deyim də, və digərində yazım dostlar. Silisium flor 4, üstünə gələm H2. Normalda biz nə demişik? Demişik ki, ay dost, bunlar turşu oksidləri ilə, turşular turşu oksidlərinə reaksiya girməzlər. Belə demişik. Amma bu turşu oksididir. Bu da turşudur. Reaksiya bal kimdə gedir. Ona görə də uşaqlar, H-flor turşusunu şüşə qabda saxlamaq olmaz. Çünki şüşənin əsas təməl maddəsi silisium O2-dir. Sən onu silisium O2 olan qabın içərisinə salsan, silisium O2 ilə reaksiya edəcək və qab əriyəcək. Ona görə bunu eləmək olmaz. Sorun dahası. Bu iyonların təyini məsələsi var. Əziz və hörmətli dostlar, baxırıq bir-bir bu reaksiyalara. Birincisi, birinci reaksiyamızdan nə alınacaq? Magneziumdan natriumun yerini dəyişək. Alınacaq natrium xlorid və magnezium flor əmələ gələcək. Dostlar, bu maddəmiz sarı rəngli bir çöküntüdür. Sarı. Deməli, biz flor iyonunu magneziumdan təyin edirmişik. Ki, magnezium bundan sarı rəngli bir çöküntü verəcək. Və yaxud da burada argentumdan natriumun yerini dəyişək. Buradan nə alınacaq? Alınacaq natrium NO3. Üstə gəlim. Argentum bromid. Deməli biz, dostlar, bu da çöküntüdür. Argentum bromid. Busa sarımtıl çöküntüdür. Deməli, birinci sarı çöküntü. Deməli, dostlar, brom iyonunu da argentumdan təyin edirlər. Floru magneziumdan təyin edirlər. Bromu argentumdan təyin edirlər. Sonra argentumdan daha sonra argentum NO3 və kalium yodid reaksiyonu. Yenə də eyni məntiq. Kaliumdan argentum yerini dəyişək. Alınır kalium NO3 üstünə gələm argentum yodid. Dostlar, bu da həmçinin sarı çöküntüdür. Ay müəllim, indi bax, bu da sarı, florda da sarı çöküntü var. Sadəcə flor magneziumdan sarı çöküntü verir. Yoxsa argentumdan sarı çöküntü verir. Aralarındakı fərq budur. Həmçinin bunda da yəni yerlərində argentumdan kaliumun alınır kalium NO3 üstünə gələm argentum xlorid. Busa dostlar ağ rəngli bir çöküntüdür. Qısası biz halogenləri bu şəkildə təyin edirik. Yodu ümumiyyətlə başqa cür nişasta ilə də təyin eləmək olar. Dostlar, yodu əgər biz nişasta olan bir şeyin üstünə, məsələn, çörəyin üstünə yod tökə bilərik və yaxud da kartof diliminin üstünə, ən yaxşısı bu da elə. Kartofu belə təzə kartofu doğrayırsınız, onun üstünə nişastanı tökürsünüz və görürsünüz göy rəng alınacaq. Düzdür, qızdıranda itir bu rəng, soyanda təzədən əmələ gəlir. Bu, deməli, yodla nişastanın arasında bir əlaqəni göstərir. Dahası, dostlar, son olaraq
Bunların oksigenli turşuları da var. Bir dənə florun uşaqlar oksigenli turşusu yoxdur. Florun bir dənə turşusu H flordur, bitdi. Oksigensiz turşudur. Amma yerdə qalanlar həm oksigenli, həm də oksigensiz turşu əmələ gətirə bilirlər. Və bunların turşularında dostlar hipoxlorit, daha doğrusu hipo, bir də it, sonra it, at və perat var. Yəni nə demək istəyirəm? Məsələn, X-in yerində xlor olsun deyək ki, məsələn. Yəni bu siyahıya bir dənə diqqət edin. Baxın. Hipoxlorit, xlorit, xlorat, perxlorat. Həmçinin bu hipobromit, bromit, bromat, perbromat və belə qaydaya gedir. Yodit falan filan. Hamısı da eyni qaydaya tabe olur. Dostlar, və belə bir qayda qanunumuz var. Deməli, bu gördüyünüz mübarək sırada birincisi oksigen sayı artdıqca, yəni soldan sağa doğru getdikcə, söhbət eyni deməli halogenin oksigenli duzlarından gedir, eyni halogen. Soldan sağa doğru getdikcə, məsələn H-xlor, H-xloro2, H-xloro3, H-xloro4. Bax bu sırada oksigenin sayı artdıqca turşuluq artır. Yəni bizim bu sıramızda ən qüvvətli turşu H-xloro4. Oksigen sayı artdıqca deməli halogeni, daha doğrusu turşunun qüvvətliyi artır. Uşaqlar, yuxarıdan aşağıya doğru getdikcə, yəni xlor, brom, yod bu istiqamətdə getdikcə turşuluq azalır. Yəni baxın, var H xlor O4, var H brom O4, var H yod O4. Bunların içərisində ən qüvvətlisi H xlor O4. Deməli, yuxarıdan aşağı doğru getsə, turşuluq qabiliyyəti nə olur uşaqlar? Zəifləyir. Bir dənə uşaqlar yadınıza salıram. Yadınızda qalsın ki, əgər oksigensiz turşu olsaydı, yəni baxın H xlor, H brom, H yod. Belə olsaydı yuxarıdan aşağıya doğru getsə turşuluq güclənərdi. Oksigensiz olsaydı. Oksigenli olanda yuxarıdan aşağı doğru getsə turşuluq qabiliyyəti zəifləyir. Belə. Daha sonra dostlar, HXO. Bu turşu çox davamsız və zəif turşudur. Çox davamsız turşudur. Və parçalanında fikir verin, H xloru parçalanıb atomar oksigen əmələ gətirib. Və bu güclü oksidləşdiricidir. Atomar oksijndə biz xatırlayırsınız, oksigen bölümünü keçəndə belə bir şey demişdik. Demişdik ki, var molekulyar oksigen, var ozon, var atomar oksigen. Bunların içində ən güclüsü atomar oksigen idi. Ən güclü oksidləşdirici xassəyə malik olan. Ən zəif isə molekulyar oksigendir. Baxın, bu atomar oksigenin sayəsində parçaların ağardılması, suyun dezinfeksiyası falan filan mümkün olur. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər.